Salam. Əmək müqaviləsi niyə vacibdir? Gəlin bunu izah edək. Əgər işçi çalışdırırsan və hələ əmək müqaviləsi bağlamamısansa, o zaman bu video tam sənə aiddir. Əmək müqaviləsi nədir? Bu sadəcə kağız üzərində yazılmış bir sənəd deyil. Bu işçinin hüquqlarını qoruyan, sənin də hüquqlarını təmin edən bir müqavilədir. Əgər işçi səndən şikayət edərsə, vergi yoxlaması və ya əmək müfəttişliyindən gəlsə, yalnız müqavilə ilə hüquqi müdafiə təmin oluna bilər. Əgər müqavilə yoxdursa, işçi özünə haqq qazandıra bilər və sən də qanunsuzluqla üzləşə bilərsən. Əmək müqaviləsi ilə işləmək həm işçini, həm də sənin biznesini qorumaq deməkdir. İşini rəsmi qurmaq istəyirsənsə, biz sənə kömək edə bilərik. Bunun üçün bizə müraciət etməyin bəs edər. Sağ olun.